Həzrəti Peyğəmbər buyurur, Rəcəb ümmətimin istiğfar ayıdır. Hədis və rəvayətlərdə Rəcəb ayının hər günündə oxunan çoxlu dualar nəql olunur. İmam Sadiqin səhabələrindən biri ondan xahiş edir ki, Rəcəb ayı üçün bir dua öyrətsin. İmam Rəcəb ayında hər şam və sübh namazından sonra ona bu duanı oxumağı tövsiyə edir. Ya mən ərcuhu li kulli xeyr və əmənu səxətəhu ində kulli şər. Ya mən yu'til kəsirə bil qəlil. Ya mən yu'ti mən sələh. Ya mən yu'ti mən ləm yəsəlhu və mən ləm yərifhu təhənnunən minhu və rəhmə. A'tini biməsələti iyyək cəmiyyə xeyrid dünya və cəmiyyə xeyril axirə. Vəsrif ənni biməsələti iyyək cəmiyyə xərrid dünya və şərril axirə. Fəinnəhu qeyru mənqusin mə ətəyt və zidni min fəzlikə ya kərim. Ey bütün xeyir işlərdə ümid bəslədiyim, bütün şər işlərdə öz qəzəbindən özünə sığındığım, ey az müqabilində çox əta edən, ey istəyənlərə əta edən, ey onu tanımayanlara və ondan istəməyənlərə lütf və mərhəmət səbəbindən əta edən, səndən bütün dünya və axirət xeyrini istəyən bəndənə əta et. İstəyimə görə məndən dünya və axirət şərini tamamilə uzaqlaşdır. Həqiqətən sənin əta etdiyin nöqsansızdır. Öz fəzl və kərəmindən mənə əta et, ey Kərim.